الحمد لله الذي لا يبلغ مدحته القائلون ولا يحصى نعماءه الآتون ولا يؤدي حقه المجتهدون الذي لا يدركه بعد الهمم ولا يناله غوص الفتن ثم الصلاة والسلام على سيدنا ونبينا ومولانا أبي القاسم محمد وعلى أهل بيته الطيبين الطاهرين المعصومين المنتجبين ولعنة الله على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين أما بعد فبسم الله وبالله ثم بذكر ولي الله اللهم كن لوليك الحجة ابن الحسن صلواتك عليه وعلى آبائه في هذه الساعة وفي كل ساعة وليا وحافظا وقائدا وناصرا ودليلا معينا حتى تسكنه أرضك طوعا وتمتعه فيها طويلا اللهم عجل لوليك الفرج. Möhtərəm əziz möminlər, İmam Həsən Müctəba əleyhissalatu vesselamın səadətli mövludu gecəsi münasibəti ilə Sərvər-i Aləm və Qiyyətullahil Əzəm İmam Mehdi sahibə zaman Əcəlallah Teala fərəcəhu şərifə göz aydınlığı ərz edirik və siz möhtərəmlərə həmçinin Allah bayramımızı mübarək eləsin, gələn günlərimizi xeyrə çevirsin inşallah Teala. Mütəal Allah bizə mübarək Ramazan ayında iştirak eləməyi nəsib edib, daha bir xoşbəxtçilik budur ki, biz İmam Həsən Müctəba əleyhissalatu vesselamın mövludunda iştirak edirik. Allah bunu bizə nəsib edib. Nəsir ibn Əli Cəhzəmi nəql edir ki, İmam Rıza əleyhissalamdan imamların doğum tarixi və neçə il yaşadıkları barədə sual soruşdum. İmam Həsən əleyhissalam barədə belə buyurdu. Əbu Muhammed Həsən ibn Əli əleyhissalam Ramazan ayının yarısında Hicrətin 3-cü ilində dünyaya gəlib. Həmin ildə Bədir müharibəsi olub. Allah Rəsulü sallallahu aleyhi ve sellem Həsən əleyhissalam üçün bir qoç əqiqə kəsdi, sonra saçını kəsdi və saçının ağırlığında gümüş sədəqə verilməsini əmr elədi. Həsən əleyhissalatu vesselam dünyaya gələndə Cəbrail onun adını cənnət parçalarından olan bir parçanın üzərində gətirdi. Hüseyn adı Həsən adından götürülüb, Həsən əleyhissalam sinəsindən başına qədər Peyğəmbər sallallahu aleyhi və alihi və səlləmə bənziyirdi. Dəlailül İmamə səhifə 98. Bütün firqələrin xüsusilə etiraf elədiyi budur ki, İmam Həsən əleyhissalatu vesselam əhl-i beytdən biridir. Mütəal Allah Əhzab surəsinin 33-cü ayəsində buyurur ki, Allahın istədiyi yalnız budur ki, siz əhl-i beytdən bütün çirkinlikləri uzaq edib sizi pak və pakizə eləsin. Bəs İmam Həsən əleyhissalatu vesselam bir şəxsdir ki, Allah təbarək və teala ondan hər növ çirkinlikləri uzaq edib. Əhl-i beytdir, əhl-i beytdəndir. Heç kimin üçün belə ifadələr yoxdur ki, o bütün çirkinliklərdən uzaq olsun. Amma Quranın məntiqi, Allahın sözü əhl-i beytin bütün çirkinliklərdən uzaq olduğunu deyir və onlardan biri də bugün mövluduna yığışdığımız ağamız İmam Həsən Müctəba əleyhissalatu vesselam. Yenə bütün firqələrin etilaf etdiyi ən məşhur hədislərdən biri budur. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurub ki, həqiqətən Həsən və Hüseyn cənnət cavanlarının ağalarıdır. İmam Cəfər Sadiq əleyhissalam buyurur, Həsən ibn Əli öz zamanəsinin ən abid insanı idi. Xanımlar görürsünüz necə moizə edirlər. Oradakılar siz eşidə bilirsiniz məni? Aha, bir təhər eşidirsiniz. Dövrünün ən abid insanıdır. İmam Cəfər Sadiq əleyhissalam buyurur, İmam Həsən ağa üçün. Ən zahid və ən fəzilətli insanı idi. O dövrünün ən abid insanı idi cümləsinə sadə baxmayaq. Telefona baxan qardaşlar da sadə baxmasınlar. O dövrünün ən abid insanı idi. Bu hissəsinə biraz fikir verək, diqqət eləyək. Çünki insanlığın, insani keyfiyyətlərin zirvələrə ucalması üçün ən xüsusi amillərdən biri, öndə gedən amillərdən biri nədir? İbadətdir. İbadət mühümdür. İbadəti yüngül tutmaq olmaz. İbadəti xala xətrin qalsın formada yerinə yetirmək olmaz. Yəni ucalığın, insanın
ruhunun çiçəklənməsinin, o çeşmələrin açılmasının xüsusi amili nədir? İbadətdir. İbadətlə xüsusi rəftar eləmək lazımdır. İbadət sənin ən əzizin olmalıdır, ən sevimlin olmalıdır. Yalnız demək, çox ibadətlərlə insan qəlbi paklaşıb nuraniləşə bilər. Qəlb öz hikmətlərini üzə çıxartması üçün iki xüsusi məsələyə ehtiyacı var. Qəlbin gözəllikləri istəyirsən üzə çıxsın, gözəl möminlər. Başqa hədəfiniz ola bilər sizin. Ümumiyyətlə, bax, biz yığışmışıq, adımızı qoymuşuq dindar. Bizim başqa hədəfimiz ola bilər ki, biz öz ürəyimizdə olan paçlıqları çıxarda bilək, nuraniləşək, mənəviyyatımız zənginləşsin. Bizim bundan başqa hədəfimiz ola bilər. Biz bunun uğrunda yaşamalıyıq da. Biz nəyə görə mömin oluruq, nəyə görə dindar oluruq, nəyə görə namaz qılan oluruq və s. Bu, Allah ki, bizdə sərvət və xəzinələr qoyub, o xəzinələri ortaya çıxartmaq. Xahiş edirəm, diqqətlə qulaq asın. Bir dənə salavat deyək Peyğəmbərə. Allahümmə salli alə Muhammed. Bəs bir dəfə də deyirəm, qəlb öz hikmətlərini üzə çıxartması üçün iki xüsusi məsələyə ehtiyacı var. Ki, qəlbin bütün gözəllikləri çıxsın. Paklaşmanın bütün sahələri özünü yerində görsün, yerində zahir olsun. Bir, günahdan təmizlənmə. Birinci məsələ budur. Günahdan təmizlənmə. Günahdan təmizlənmə olmasa, bu gerçəkləşməyəcək. Qəlbi qəsavətləndirən amil nədir? Günah. Qəlbi qəsavətləndirən amil budur. Qəsavət yəni nə? Səndə elə bahalı şeylər var. Onun üstünə pərdə gəlib, onlar qalıb artda. Ta o pərdələr götürülməsə, o gözəlliklər çıxmayacaq. Yəni, bilirsən nə demək istəyirəm? Ay mömin və möminə. Demək istədiyim budur ki, səndə Allah təbarəkə və təala möhtəşəm qüdrətlər qoyub. Səndə bu var. Sən gedib bazardan alası deyirsən. Sən sonradan ələ gətirəsi deyir, səndə bu var. Sən nə eləməlisən? Sən onların üstünü açmalısan. Üstünü açacaqsan, pərdələri götürəcəksən. Hansı ki, qəlb ki, günahdır, ən böyük qəsavət. Hansı ki, bu qəsavətlərdən xilas olsa qəlb, öz hikmət çeşmələrini, bulaqların axıtmağa başlayacaq. Əziz İslam Peyğəmbəri sallallahu aleyhi və aleyhi və səlləm buyurur. Eşitin bu hədisi. Hər kəs 40 gün İxlasla ibadət edib, özünü günahdan saxlasa, hikmət çeşmələri qəlbindən, dilinə cari olar. 40 günü, işə bax, 40 gün, 40 ildir namaz qılıram, bir şey çıxmayıb ortalığa. Günah namazdadır, problem namazdadır, problem kimdədir? Şəxsin özündədir, fərdin özündədir. 40 gün ixlasla ibadət itaət etsə, Allah hikmət çeşmələrini qəlbindən dilinə cari edər. İkinci məsələ nədir? İkinci məsələ isə ibadətdir, ay möminlər. Burada ibadətin keyfiyyəti və çoxluğu mühüm rol oynayır. İbadətin çoxluğu. Yoxsa bir dənə namazı da çoxdan da azdan da az səviyyədə qılırıq. İbadətin keyfiyyəti və çoxluğu şərtdir. İbadət keyfiyyətli olmasa əmələ təsir edə bilməz. Məsələn, Allah Teala Ənkəbut surəsinin 45-ci ayəsində buyurur, namaz insanı bütün çirkinliklərdən təmizləyir. Təbii ki, bu bütün namazlara aid deyil. Həmçinin bu cümlə namazdan çox namaz qılana aiddir. Namazı necə qılmalıdır ki, o çirkinliklərdən o namaz onu təmizləsin. Allah buyurur, namaz insanı bütün çirkinliklərdən təmizləyir. Lakin görürük, bəzən namaz qıla-qıla günahda eləyirik. Bu demək deyil ki, Allah səhv deyir. Xeyr, biz namazı və digər ibadətləri Allahın istədiyi kimi yerinə getirmirik. Biz namazı namaz kimi qılmırıq, qəşəng qılmırıq, gözəl yerinə yetirmirik. Keyfiyyətsiz şəkildə icra elədiyimizə görə o günahları tərk edə bilmirik. Hansı ki, bu namaz qəşəng qılınsa ya, bilirsən nə boyda dağdır, bilirsiniz nə boyda qalxandır, adamı hər şeydən saxlayar. Adamı hər pislikdən uzaqlaşdırır. Çünki nur verir adama, güc verir, qüvvət verir, qüdrət verir. Bəs dəyərli canlar, ibadət kamilləşmədikcə insan kamilləşə bilməz. Gərək ibadət kamil olsun. Hal-hazırda mübarək bir dənə aydayıq. İbadət və itaətlərimizdən Allahın ən sevimli bəndəsinə çevrilə bilərik. Özü də bütün şəraiti yaradıb. Bütün şəraiti yaradıb insanın paklaşması üçün. Tövbələrin qəbul olması, nə bilim, qonaqlıq verməsi, saflaşdırması, bir
əməli, məsələn, bir əməli nə qədər yerinə yetirməlisən ki, o əməl sənə sabah təsiri böyüsün, sonra təsir eləsin sənə. Nə qədər eləməlisən. Amma Ramazan ayında onu bir dəfə eləmək, 100 dəfə eləmək sayılır. Subhanallahı neçə dəfə deməlisən ki, o sənə təsir qoysun. Düzdür, hacı? İndi Ramazan ayında bir Subhanallah desən, 100-ə vurulur. 10 dəfə desən 100-ə vur, 1000 dəfə desən 100-ə vur. Şeyx Vəhidin qəşəng bir sözü var. Ramazan ayında Allah elə bir qüdrət qoyub, qeyri-ixtiyari şeyi ixtiyari şeyə çevirir. Məsələn, Subhanallah sözünü demək ixtiyari bir şeydir, düz deyil. Allah Ramazan ayında elə bir iş qoyub ki, nəfəs alırsan Subhanallah yazılır. Nəfəs almağın qeyri-ixtiyari bir şeydir. Qeyri-ixtiyarini ixtiyari ilə əvəz edir Allah. Subhanallah deməklə, la ilahe illallah deməklə, Allahu Ekber deməklə. Gör, nə qədər dəyişilmə gedə bilər insanda. Müqəddəslərimiz ən uca şəxsiyyətlər olublar, lakin buna baxmayaraq ən çox ibadət edən şəxs də olardılar. İndi insafən, insaflı bir dənə mühakimə, insaflı mühakimə. Həzrəti İmam Həsən-i Müctəbanın çox ibadət etməyə ehtiyacı var, yoxsa mənim? Hansımızın? Amma ən çox ibadət edən mənəm, yoxsa odur? Ən keyfiyyətli, ən uca mövzuların, keyfiyyətli mövzuların başında dayanmış şəxslər olardılar, amma ən çox eləyənlər də bu ibadətləri olardılar. Ən çox namaz qılan da odur, ən çox oruç tutan da odur, ən çox sədəqə verən də odur, ən çox zəkat verən də odur, ən çox əmr və məruf nəhy münker eləyən də odur, ən şücaətli olan da odur. Hər şeydə yüksəkdədir. Çünki onlar yaradılışın ən ülvi hədəfinin ibadət olduğunu dərk edirlər. Yaradılışın ən ülvi hədəfi nədir? Allah demir bəyəm? Və ma xalaqtul cinnə vəl insə illə liya'budun. İnsanları və cinləri yalnız mənə ibadət etmələrindən ötürü yaratmışam. Zariyat surəsinin 56-cı ayəsi. İndi heç kim təsəvvür edə bilməz ki, o ki İmam Sadiq əleyhissalam sözünə görə bunları danışdığında, İmam Sadiq əleyhissalam buyurur ki, İmam Həsən əleyhissalam dövrünün ən abid insanıdır. İndi kim təsəvvür eləyər İmam Həsən-i Müctəba əleyhissalam nə qədər ibadət edib ki, dövrünün ən abid insanı olub? Öz dövrünün ən abidi. Bütün imamlar belədir də. Bütün imamlar öz dövrünün ən abid insanı olurlar. İbadət təkcə namazdan, səcdələrdə qalmaqdan ibarət deyil. Ha? İmam Sadiq əleyhissalam onun barədə görün nə buyurur? Bir də salavat deyək, iftarın yoxsu getsin. Allahümmə səlli əla Muhammed 302 nömrəli maşının sahibi, 302. O da bir dənə yol versə əl olacaq. İmam Sadiq ağa görün nə buyurur İmam Həsən əleyhissalamın haqqında. Bəzən həccə piyada, bəzən isə ayaq yalın gedərdi. Qulaqsız qəşəng-qəşəng. Ölümü yadına salanda ağlamağa başlayırdı. Nə qədər ölümü yadına salırıq, ümumiyyətlə hələ ağlamağa qoyaq. Nə qədər ölümü yada salırıq. Ən yaxşı moizə ölüm deyil. Əgər qəbri xatırlayırdısa, göz yaşı tökərdi. Qiyamət yadına düşəndə fəryad eləyərdi. Allahla danışanda özündən gedərdi. Ramazan ayında 15 gün ötürmüşsünüz. Gecələrdə neynəmisiniz? O gecə sizin gecələrinizdir ya. Məğfirət gecəsi, rəhmət gecəsi. Səcdələrdə qalmaq, üzü yerə qoymaq. Sən xaliqsən, mən məxluq. Məxluqa xaliqdən başqa kim rəhm edər? Sözlərin demək. Ey dünya və axirətin sahibi. Rəhm et o kəsə ki, nə dünyası var, nə axirəti. O günlər deyil, o sözləri danışacaq sözlər deyil, xüsusən. Allah müşahidə edir ki, baxır bizim hamımıza, neyinirik? Səhər, axşam, gecə gündüz neyinirik? Əlinə nə boyda fürsət düşüb. İmam Sadiq ağa buyurur ki, Ramazan ayında özünü bağışlada bilməyən adam ən səfih adamdır. Ən səfih adamdır. Üst nə deməkdir? Yəni, Ramazan ayında bağışlanmaq qədər asan şey heç vaxt, heç yerdə yoxdur. Bu mənası budur. Namaza dayananda bədəni tir-tir əsərdi. İmam Həsən-i Müctəba. Mənim bədənim tir-tir əsməlidir, onun bədəni. İnsafla. Hansımızın bədəni tir-tir əsməlidir namaza duranda. Cəhənnəmi yadına salanda ilan vurmuş adam kimi yerində qıvrılırdı. İlan vurmuş adam kimi. Allahdan həmişə cənnət diləyərdi. Hər vaxt Qurandan ey iman gətirənlər ayəsini oxuyurdusa, deyirdi Allahümmə ləbbeyk cümləsini işlədirdi. Yəni ilahi hər an itaətində hazıram. Onu zikr və təsbih demədiyi halda görmək olmazdı. Xalqın ən düz danışanı və ən fəzilətlisi idi.
Əziz İslam Peyğəmbəri sallallahu aleyhi və səlləm İmam Həsən əleyhissalam haqqında buyurur. Hər kəs ona ağlasa, gözləri qiyamətdə gözlərin kör olduğu gün işıqlı olar. Hər kəsin qəlbi ona hüzünlənsə, qəlblərin hüzünləndiyi gün onun qəlbi şad olar. Hər kəs onu bəqidə ziyarət eləsə, bütün ayaqların əsdiyi Sırat körpüsündə onun ayaqları əsməz. Əl-Fəzail İbn Şazan səhifə 8. Ziyarətinin görün nə qədər əhəmiyyəti var, onu ziyarət eləmək. Bunlar mühüm məsələlər deyil. Görürsünüz, Vəhabilər, lənətliklər, Allah hamısına lənət eləsin. Onların qəbrini söküblər. Adamın qəbri ilə mübarizə aparan tayfadır bu manqurtlar. Peyğəmbər sallallahu aleyhi və səlləm Həsən və Hüseynin əlindən əleyhissalam tutub belə buyururdu. İmam Sadiq ağa buyurur. Kim bu ikisini, onların atasını və anasını sevərsə, qiyamət günü mənimlə birlikdə mənim olduğum yerdə olacaq. Bunlar da deyir, biz də sevirik. Bir hal ölən var, cild 39, səhifə 268. İmamlarımıza aid olan məclisləri qeyd etmək xüsusən bizim özümüzə lazımdır cəmaət. Çünki onları tanıdıqca özümüzü onlara oxşatmağa başlayırıq ki, onlar özləri deyirlər ki, özünüzü bizə oxşadın, bizdən başqa nümunə yoxdur. Onlar bizim üçün hər mövzuda nümunədirlər. Elə bir mövzu ola bilməz ki, biz həmin məsələdə Əhl-i Beyt əleyhissalamı kənara qoyub başqalarına müraciət edək. Elə bir mövzu yoxdur, qardaşlar, əzizlər. Sənin imamın var, hər sahəni də sənə açıqlayıb gedib başqa yerdə nə axtarsan axsan. Sən ondan yaxşı hardan nə tapa bilərsən? Ataların bir sözü var, ədəb ən yaxşı mirasdır. Əxlaq ən yaxşı yoldaşdır. Bu atalar da Əhl-i Beytdir. İmam Həsən əleyhissalam xüsusi ədəb sahibi olub. O məşhur söhbəti bilirsiniz, indi bəlkə lazım olsa deyərəm. İmam Hüseyn əleyhissalamın ədəbini elə saxlayırmış. Görən deyilmiş, yəqin İmam Hüseyn böyük qardaşdır, bu balaca qardaşdır. Elə ədəbini saxlayırmış İmam Hüseyn əleyhissalatu vəssalamın. Bunun müqabilində isə İmam Hüseyn buyurur, qardaşım Həsəndə atamın heybəti var idi. Atamda olan heybət var idi qardaşımda. Ki, tuturdu heybəti məni həmişə. Çox şiddətli gözə çarpan xüsusiyyəti imamın helmi olub. Helmi, yola vermə, yumuşaqlıq, bağışlama, üstündən keçmə, ötəri yanaşma, ciddi tutmama, düşmənçiliyə çevirməmə, əfv etmə. Helm şiddətli yumuşaqlıq göstərib bağışlamağa, unutmağa, yola verməyə və ya keçinməyə deyilir. Helmin mənası budur. Məşhur tarixi bir dənə hadisədir. Ağa atın üstündə idi, Şamlı biri İmam Həsən əleyhissalama yaxınlaşıb onu təhqir eləməyə başladı. Vəhabilərin dayısı Muaviyyənin adamlarından biri ağaya nalayiq ifadələr dedi və lənət dedi. Ağaya lənətlər dedi. O qədər pis sözlər deyir, sözü qutarır, danışmağa sözü qalmır. Nəyi var dişinin dibindən deyir İmam Həsən əleyhissalama. Sözü bitəndən sonra İmam Həsən yaxınlaşır ona təbəssümlə, gülə-gülə. Salam verir və buyurur, güman edirəm sən burada qəribsən. Heç kimi tanımırsan. Əgər bir hacətin, istəyin varsa, de mən onu yerinə yetirim. Əgər bəxşiş istəyirsənsə, de məndə mal var, mülk var, verim sənə. Əgər qalmaq üçün yerin yoxdursa, de sənin üçün yer düzəldim, ya da gedək bizdə qal. Nə vaxt istəsən mənim qonağım ola bilərsən. Güman edirəm nə isə yanlış başa düşmüsən. Yoxsa ki, bu pis sözləri mənə deməzdin. Bu pis sözləri mənə deməzdin. Əgər istəsən fikirlərin barədə söhbət edib səni düz yola ünvanlaya bilərəm. Fikir verin ha. İmam özünə məxsus ədəbi və helmi ilə o şəxsi necə hidayət edir. Həmin şəxs atından düşür. İmamın əlindən öpür, ağlaya-ağlaya öpür İmam əleyhissalamın əlindən. Və gör nədir? Bu vaxta qədər sənə və atova qəzəbli olduğum kimi heç kimə qarşı qəzəbli olmamışam bu vaxta qədər. Amma bu gündən sonra sən və aton kimi mənə sevimlisi də yoxdur. Öz helmi ilə bunu edir bax. Muaviyyə İmam Həsən əleyhissalamı Şam əhlinə çox pis tanıtdırdığı üçün o şəxs imama nalayiq ifadələr demişdi. Çünki Muaviyyə Şam əhlinə, Əhl-i Beytə qarşı nifrət hissi yüksək səviyyədə qaldırmışdır. Lakin imam öz əxlaqı və helmi ilə həmin şəxsi hidayət edir. O şəxs sonradan müxlis möminlərdən birinə çevrilir. Allahın bizim üçün təyin etdiyi göstərişlərdən biri əli açıq və səxavətli olmaqdır, möminlər. Yorulmadınız. Özüm də hiss edirəm, biraz emosional danışa bilmirəm.
Bir dənə salavat deyək Peyğəmbərə. İnanın iftarım güclü olmayıb Kərbəlayı Rafail. Biləm onu deyirsən orada. Allahın bizə göstərdiyi, tapşırdığı göstərişlərdən biri əli açıq olmaq, səxavətli olmaqdır. Fəqirlərə kömək eləməkdir, yanlarında olmaqdır, gücün çatan qədər əlindən tutmaqdır. İnsanlıq xüsusiyyətidir. Yəni bu hiss heç ürəyində yoxdur. Ola bilər biri imkansız olsun. Kömək eləyə bilməsin. Amma ürəyində heç olmasa o yanğı olmalıdır ki, mən bu qardaşıma kömək eləməliydim, mənə ağız açdı və s. Bu cəmiyyətin qayğısına qalmaq üçün, insanların problemlərini həll eləmək üçün bir sınaq və imtahandır. Əli açıq olmaq, səxavətli olmaq imtahandır. Qəlbin genişliyi, gözəlliyi belə, yəni qəlbin gözəlliyi belə anlarda özünü göstərir ki, bu adamın qəlbi gözəldir yoxsa yox. İnsanların problemlərinə qarşı biganə olmaq insani xüsusiyyətlərin zəif olmasının əlamətidir. Unutmamalıyıq ki, əsas imtahanlardan biri öz malından keçə bilmək mövzusudur. Öz malından keçə bilmək. Bu imtahan birbaşa qəlbin imtahanıdır, möminlər. Hər kəs öz qəlbini tanımaq üçün bu xüsusda özünü sınaya bilər. Bu məsələdə özünü sınaya bilər. Özünü tanımaq üçün, qəlbini tanımaq üçün özünü yoxlaya bilər. Ki Allah yolunda əli açıqlıq edə bilir ya edə bilmir. Müteal Allah Bəqərə surəsinin 177-ci ayəsində buyurur. Mən bir dənə bu ayəni oxuyuram. Səni Quran hörmətinə qəşəng qulaq as, bu ayəni qəşəng diqqətlə qulaq as. Və Allahın məntiqi deyə bu kiminsə cibindən çıxan sözdür. Bu elə belə deyil. Baxın, görün nə deyir Allah. Yaxşılıq yalnız üzlərinizi ibadət etmək üçün şərq və qərbə tərəf çevirmək deyil. Bu misaldır da, yəni üzü qibləyə durmaq deyil yaxşılıq. Səhərdən axşamıza namaz qılmaq deyil yaxşılıq. Lakin həqiqi yaxşılıq Allaha, axirət gününə, mələklərə, kitab və peyğəmbərlərə iman gətirən, eləcə də öz malını çox sevməsinə baxmayaraq Allah yolunda qohumlarına, yetimlərə, yoxsullara, yolda qalanlara, dilənçilərə, qullara verən şəxslərdir. Yaxşılıq budur. Allah təbarək və təala buyurur. Zəkat vermək, əhd peyman bağladığı zaman öz əhdinə vəfalı olmaq yaxşılıqdır. Maddi çətinlikdə, cismi zərərlərdə və cihad zamanı səbirli olan kəsin imanı yaxşılıqdır. Onlardır doğru danışanlar və onlardır təqvalılar. Yəni bu xüsusda insan daha çox sınanılır ki, bunun imanı nə yerdədir? Qəlbi nə yerdədir? Bu xüsusda əli açıq olmaqda İmam Sadiq ağa buyurur, kim zəkat verməkdən imtina edərsə, öldükdən sonra yenidən dünyaya qayıtmaq istəyər. Allah Taala bu barədə belə buyurur. Nəhayət birinin ölümü gəlib çatan zaman belə deyər: ey Rəbbim, məni geri qaytar. Eşitmişsiniz də o ayəni Quranda. Rəbbirciuni ləalli a'malu amalan salihan tərəktuhadan sonrası. Rəbbim qaytar məni, gedim dünyaya, bəlkə yaxşı əməllər yerinə yetirdim. Təfsirini gördünüz nəymiş o, nəyə görə qayıtmaq istəyirmiş? Nəyə görə qayıtmaq? Səxavətli olmaq üçün qayıtmaq istəyirmiş. Ki görüb orada səxavətli olanlara nə hörmətlər edirlər, nə ikramlar göstərirlər, onu görüb dala qayıtmaq istəyirmiş. Müteal Allah Bəqərə surəsinin 274-cü ayəsində buyurur. Öz mallarını gecə və gündüz, gizlin və aşkar Allah yolunda xərcləyənlərin Rəbbi yanında məqamlarına layiq mükafatları var. Onlar üçün nə bir qorxu var, nə də qəmgin olarlar. Bu gedib qəbrə, görüb ki, bu səxavətli insanlar heç nədən qorxmurlar qəbirdə. Veclərinə də deyir. Bu da deyir, ilahi, qaytar məni dala, gedim yaxşı işlər görüm gəlim, mən də qorxmayayım. Hədisi var, Peyğəmbərə dedi, mən ölümdən qorxuram. Səhabə dedi, mən ölümdən qorxuram. Dedi, sədəqə ver, yaxşılıq elə. Neçə ay keçdi üstündən? Malından, mülkündən xərclə. Neçə ay keçdi üstündən? Peyğəmbər yenə özü soruşdu. Gen qorxursan ölümdən? Dedi, yox qorxmuram. Dedi, niyə? Dedi, bilirəm orada qəsrlər, villalar abad edirəm, bu pulları xərcləyə. Allah yolunda ehsanlar edir. Da nədən qorxuram? Oranı düzəldir. Ora qəşəng yer gözüm. İndi getmək istəyirəm. İndi istəyirəm ora gedim. Dəyərli əzizlər, bu ayə ki oxudum ha, möminlər gecə gündüz aşkar və gizlin öz mallarından Allah yolunda xərcləyirlər. Bu ayənin şəni nüzulunda gözəl bir də hədis var. Hansı ki Şeyx Müfid bu hədisi öz ixtisasında qeyd edib. Deyir, bir dəfə Allah Rəsulü İmam Əli Aleyhisselamdan soruşdu. Ey Əli, ötən gecə neynəmsən? Həzrət Əli Aleyhisselam soruşdu. Ey Allahın Rəsulü, nə üçün soruşursunuz?
Allah Rəsulu buyurdu, sənin barəndə 4 uca məqam nazil oldu. Əleyhissalam buyurdu, atam anam sənə fəda olsun. 4 dirhəm pulun var idi. Qulaq asırsınız? 4 dirhəm pulun var idi. 1 dirhəmi gecə, 1 dirhəmi gündüz, 1 dirhəmi gizli, 1 dirhəmi də aşkar şəkildə sədəqə verdi. Ayə necə idi? Gizlində və aşkarda, gecə və gündüz. Allah Rəsulu buyurdu. Buna görə Allah sənin üçün bu ayəni nazil elədi. Mallarını gecə gündüz gizli və aşkar yoxsullara sərf edənlərin Rəbbi yanında böyük mükafatları var. Onların axirətdə heç bir qorxusu yoxdur. Və onlar qəm-qüssə görməzlər. Əl-İxtisas səhifə 144. Bəs İslam dini baxımından varlı və imkanlı şəxslər imkansızların qarşısında məsuliyyət daşıyırlar. İmkansız insanların ehtiyacını təmin etməyə çalışmalıdırlar. Əhl-i Beyt əleyhissalam bu barədə saysız tövsiyələr eləməklə yanaşı, özləri də bu məsələdə ən birinci adam olublar. Ən öndə gedən şəxsiyyətlər olublar. İmam Həsən əleyhissalam elm, helm, təqva, əxlaq, iman bunlarla yanaşı həm də səxavətdə ad çıxartmış adam olub. Öz dövrünün ən səxavətli şəxsi olub İmam Həsəni Müctəba əleyhissalatu vəssalam. Bütün möhtacların ümid yeri və sığınacağı olub. Hər hansısa bir çətinliyə düşdükdə ağıllarına ancaq İmam Həsən Müctəba gələrmiş. Oxşamaq olar da, feilində şəxsin yerinə yetirdiyi imamın yəni yerinə yetirməsi, imam kimi ola bilməzsən, amma feilində ona özlüyünü oxşada bilərsən də. Bir problemə düşəndə ağıllarına sən gələsən məsələn. Görün Siyuti nə yazır? Öz kitabında yazır. Həsən ibn Əli bir çox insani keyfiyyətlərə sahibidir. O alicənab, səbirli, vüqarlı, mətin, səxavətli və cəmaatın sevgisini qazanmış bir şəxsiyyətidir. Tarixi Xüləfa səhifə 189. İmam Həsən əleyhissalam çox vaxt fəqirlərə elə yardım edərdi ki, həmin şəxsləri bir dəfəlik ehtiyac içindən çıxardırdı. Bir dəfəlik ehtiyac içindən çıxardırdı. İmamın bağışladığı pul onlar üçün, yəni bir iş başlamağa sərmayə olurdu. Və bu onlara kifayət edirdi. Tarixçilər və ravilər İmam Həsən barədə xüsusi bir həqiqəti qeydə alıblar. Görün nə yazıblar. İmam Həsən Müctəba 2 dəfə bütün mal dövlətini, 3 dəfə isə mal dövlətinin tən yarısını Allah yolunda yoxsullara bağışlayıblar. Tarixi Xüləfa səhifə 190, Tarixi Yəqubi cild 2 səhifə 215, Təzkirətul Xəvas səhifə 196, hamısı əhl-i sünnət kitablarıdır. Bu İmam Həsən əleyhissalamın şəxsiyyətinin, əzəmətin göstərməklə yanaşı, dünya malına olan etinasızlığından xəbər verir. Allaha həmd olsun ki, belə bilənə şəxsiyyətin tərəfdarıyıq, şiyyəsi. Allah bizə ona oxşamağı nəsib eləsin. İmam Həsən əleyhissalatu vəssalamı sevməyi, ona ehtiram etməyi, ona itaət etməyi, dostu ilə dost, düşməni ilə düşmən olmağı bizə Peyğəmbərimiz öyrətib. Peyğəmbər İmam Həsən əleyhissalatu vəssalam barədə buyurur, Allaha buyurur ki, ilahi mən onu sevirəm, sən də onu və onu sevənləri sev. Buxari, Həsən ibn Əlinin fəzilətləri babı səhifə 241. Peyğəmbərin qadını nəql edir. Arvadı. Firdovs cənnəti Rəbbindən xahiş edərək belə dedi. Ey Rəbbim, məni zinətləndir ki, mənim əshabım və əhlim təqvalılar və yaxşı əməllər sahibləridir. Allah ona belə vəhy etdi. Mən səni Həsən və Hüseynlə zinətləndirmədimmi? Təzdən məndən zinət istəyirsən. Kəşf-ül-Qümmə cild 1 səhifə 526. İsmail ibn Mehran. Bir dənə bunu danışım, qutaram da, bitirdim. Yoruldunuz, görürəm də, gedirsiniz. Qapıda dayananlar da içəri girsələr, yaxşı olar. Bir salavat deyək Peyğəmbərə. Allahümmə səllə Allah. Girin içəridə. Niyə orada dayanmışsınız? Sevmir. Gəlin girin içəri. Qapıda dayanmışsınız, hava da gəlmir. Demək, İsmail ibn Mehran Muğeyrədən nəql edir. Muaviyə Əşəs ibn Qeysin qızı Cədənin yanına bir nəfəri göndərdi ki, səni oğlum Yezidlə evləndirəcəm. Bu şərtlə ki, sən Həsəni zəhərləyəsən və ona 100.000 dirhəm də pul göndərdi. O bu işi yerinə getirdi və Həsəni zəhərlədi. Muaviyə də pulu ona verdi. Lakin onu Yezidlə evləndirmədi. Sonralar Təlhənin ailəsindən bir nəfər Cədə ilə evləndi. Peyğəmbərə aid olan məsələlər biləsiniz, Əhl-i Beytə də aiddir. Peyğəmbərlə evli olan qadına haramdır başqa kişi ilə evlənmək. Əhl-i Beytə də qadınlarına haramdır başqa kişi ilə evlənmək. Amma bu getdi Təlhənin ailəsindən bir nəfərlə evləndi.
Həmin kişidən övladları dünyaya gəldi. Nə vaxt həmin uşaqlarla Qureyşin digər qəbilələri arasında söhbət olurdusa, onlara belə deyirdilər: ey öz ərinə zəhər verən qadının övladları. Belə deyərdilər. Şeyx Müfid Əl-İrşad cildi 2 səhifə 17. Bir İmam Sadiq ağadan hədis oxuyuram, bu yanda bugünkü söhbətimiz yekun tapır. İmam Sadiq əleyhissalam buyurur: İmam Həsən əleyhissalam ölüm ayağında çox şiddətli ağladı və belə buyurdu: mən çox böyük və qorxulu bir şeyə, yəni ölümə tərəf gedirəm. Belə bir şeyə tərəf heç vaxt üst tutmamışdım. Sonra vəsiyyət etdi ki, onu Bəqi qəbristanında dəfn etsinlər. Üzünü İmam Hüseyn əleyhissalama tərəf tutub buyurdu: qardaşım, məni tabutun üstündə cəddim Rəsulullahın yanına apararsan ki, əhdimi təzəliyim. Sonra məni nənəm Fatimə binti Əsədin qəbrinin yanına apar və orada dəfn et. Yəni xatırlayırsınız, Bəqiyə gedənlər görmürsünüz ki, İmam Fatimə binti Əsədin qəbridir ki, Vəhabilər qoymur ziyarət eləmək. Və bu yanda da 4 imamımızın qəbridir. Üstünə mazutzat tökürlər. Yəni gedənlər, mən bax, nə qədər həci var burada. Təsdiqlisiz yoxsa üstlərinə mazutlar tökürlər. Bunlar güya Əhl-i Beyti sevirlər. Zatlarına lənət olsun hamısını. Mazut tökürlər. Həm İbn Abbasın da qəbri oradadır. 5-ci qəbir, tək qəbirdir orada. O da İbn Abbasın ki, yəni təhqirlərini əməlli başı göstərirlər. Ölü təhqir etmək bunlarda, yəni onsuz da bunlarda bir, necə deyim, kristallıq yoxdur da, nəyəsə bir böyük gözü ilə baxsınlar, şərəfli gözü ilə baxsınlar, bir şey yoxdur. Öldük, tartıq, bildir necə? Atan öldü, apartolla bir yana. Dedi ki, məni Fatimə binti Əsədin qəbrinin yanına apar və orada dəfn et. Ey anam oğlu, görəcəksən ki, insanlar elə güman edəcək ki, məni Peyğəmbərin yanında dəfn etmək istəyirsiniz. Axı dedi, məni apar Peyğəmbərin qəbrinin yanına, ondan vidalaşım, əhdimi təzəliyim. Cəmaət elə biləcək ki, məni orada dəfn eləməyə gətirirsiniz. Sizə mane olmağa çalışacaqlar. Səni Allaha and verirəm ki, mənə görə bir qətrə qan belə tökülməsin orada. İmam Hüseyn əleyhissalam qardaşının quslunu verdi, onu kəfənlədi və tabutun üzərinə qoyaraq Rəsulullahın qəbrinə tərəf üst tutdu. Mərvan İbni Həkəm, Allah lənət eləsin, ətrafında Bəni Üməyyədən olanlarla bircə gəlib dedi: Osman Mədinənin ən uzaq yerində, Həsən isə Peyğəmbərlə dəfn ediləcək. Bu heç vaxt olmayacaq. Filan qadın qatırın üstündə onların qabağına çıxdı, qarşısına çıxdı və belə deyirdi: ey Bəni Haşim, mənimlə siz bir yerdə ola bilməzsiniz. Sevmədiyim birini mənim evimə daxil etmək istəyirsiniz. Axı Peyğəmbəri evində dəfn eləmişlər. Bunlar Peyğəmbər evində dəfn eləmişdi, o evdə də bu qadın qalırdı. Yəni siz istəyirsiniz mənim sevmədiyim adamı gətirib mənim evimdə dəfn edəsiniz. İbn Abbas Mərvana dedi: çəkilin. Biz imamımızı Allah Rəsulunun yanında dəfn etmək istəmirik. O vəsiyyət etdiyi kimi biz onu Bəqidə dəfn edəcəyik. Sonra o filan qadına belə dedi: eyiblər olsun sənə. Bir gün dəvəyə mindin, bir gün qatıra. Əgər yaşasan filə də minərsən. Filə də, təfəlləytə, filə də minərsən. Qutbuddin Ravəndi, Əl-Xəraic vəl-Cərai, səhifə 242. Allah'tan istəyirik ki, Həzrət İmam Həsən Müctəba əleyhissalatu vəssalamın mübarək qəbrini ziyarət eləməyi bizə nəsib eləsin. İnşallah Teala. Məclisimiz davam edir. Kərbəlayı Həsən inşallah məclisi davam edəcək. Kərbəlayının salamatçılığına, ailəsinin salamatçılığına, ənvat ruhunun şad olmasına salavat hədiyyə elə. Allahümmə.